Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çərçivəsində 1953-cü il dekabrın 11-də Roma şəhərində təsdiq edilmiş dabaq xəstəliyinə nəzarət üzrə Avropa Komissiyasının nizamnaməsinə qoşulub. Ajans məlumat verir ki, Prezident İlham Əliyev bu haqda fərman imzalayıb. Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs ölkəmizə ekstradisiya olunub. Bu haqda Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Xəbərə görə Mülki Ailə və Cinayət İşləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il tarixli konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Aliyev, Hafiz Salmanoğlu, Əliyev Nəriman Elşadoğlu, Nuriyev Kazım Ağquluoğlu və Həsənov Emin Basivoğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunub. Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunduğundan barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul olunub və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər. Qeyd edilən şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.